Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizinlə trendləri zəbt edən asan və dadlı, südlü, şokoladlı Spoonful desertinin hazırlanma qaydasını sizinlə paylaşacağım. İndi keçək desertin hazırlanma qaydasına. Əvvəlcə bişmiş kremi hazırlayıram. Krem üçün 3 xörək qaşığı un, 2 xörək qaşığı qarğıdalı nişastası, 4 dolu xörək qaşığı şəkər tozu, 1 ədəd yumurta sarısını əlavə edirəm. 250 ml stəkanla 4 stəkan, yəni 1 litr süd götürmüşəm. Soyuq südü də ərzaqların üstünə əlavə edib əvvəlcə bunları yaxşı-yaxşı qarışdırıram. Elə qarışdırmaq lazımdır ki, içində topaqlar qalmasın. Şokoladlı desert üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd edəcəm. Qarışdırandan sonra qaza qoyub kremi hazırlayıram. Krem hazır olana qədər davamlı olaraq qarışdırmaq lazımdır. Kremi bişirəcəyiniz qazanın dibi nə qədər qalın olsa, o qədər yaxşı olar, qazanın dibi vurmaz. Amma əgər nazik olarsa, onda çay dəmlədiyiniz dəmiri qazanın altına yerləşdirsəniz daha yaxşı olar. Qazanın dibi vurmaz. Dayanmadan qarışdırıram, artıq qatılaşmağa başlayır. Kənarlardan qabarcıqlar əmələ gələndə, göz-göz qaynamağa başlayanda yenə əlimi çəkmədən qarışdırıram. 1 dəqiqədə bu şəkildə qarışdırıram. Nişasta ilə un yaxşı bişir. Sonra qazı söndürüb ocaqdan götürürəm. Krem artıq hazırdır, ocaqdan götürmüşəm. Biraz qarışdırandan sonra üzərinə 1 paket 5 qram da şəkərli vanil əlavə edib qarışdırıram. Kremi bir 3-4 dəqiqə ara sıra qarışdırıram. Kremə qaymaq əlavə edəcəm, ona görə də ara sıra qarışdırıram ki, üstü həm qaysaq tutmasın, həm də biraz soyusun ki, qaymaq əlavə edeyim. Krem biraz soyuyana qədər bu arada biskviti hazırlayıram. Hazır keks götürmüşəm. Kakaolu keksdir. İstənilən kakaolu kekslə bu deserti hazırlamaq olar. İstəyə görə ilə özünüz evdə də kakaolu keks pişirib bu deserti hazırlaya bilərsiniz. Əvvəlcə əlimlə biraz kəsirəm. Əllə də ovmaq olar, amma çəngəllə çox rahatlıqla əzib ovuntu halına gətirirəm. Üstündən biraz bastırıram ki, çox da dağınıq olmasın. Bu arada keksi hazırlayana qədər kremim də biraz soyuyub, amma arada bir yenə qarışdırıram. Desert üçün 200 qram qaymaq götürmüşəm. Qaymağın 100 qramını kremə əlavə edirəm 2 dəfədən. Qarışdırıram. Yenə 2 dəfədən az-az qaymaqdan əlavə edib kremi qarışdırıram. Belə gördüyünüz kimi hamar bir krem alındı. Hazırladığım kremin hamısını əzdiyim biskvitin üstünə əlavə edirəm. Hər yerinə kremlə əlavə edirəm. Krem isti olduğu üçün əvvəlcə duru olur, amma tam soyuyandan sonra qatılaşır, bərkiyir. Çox gözəl krem alınır. Kremin hamısını da əlavə edəndən sonra spatula ilə hər yerinə eyni gələcək şəkildə yayıb üstün hamarlayıram. Kremin üstündən də şokoladlı sos əlavə edəcəm deyə üstünü gözəlcə hamarlayıram. Qoyuram qalır, krem soyuyur. Soyuyana qədər şokoladlı sos hazırlayıram. Qalan qaymağın 100 qramında belə bir qazancıya əlavə eləmişəm. Ocağa qoyuram, qaynatmıram. Elə qızmar hala gələndən sonra ocaqdan götürürəm. Götürdüyüm şokoladı əlavə edirəm. 80 qram südlü şokolad götürmüşəm. 1 xörək qaşığı da damla şokolad, ümumilikdə 100 qram şokolad elədi. Əlinizin altında istər damla şokolad, istər plitka şokolad nə varsa ondan da hazırlaya bilərsiniz. Şokoladı da əlavə edəndən sonra qızmar qaymağın içində qarışdırıram. Şokolad tam əriyib, qaymağa qarışır. Belə gözəl şokoladlı sos alınır. Kremim artıq tamam soyuyub, şokoladlı sos da ilıqdır. Şokoladlı sosun hamısını kremin üstünə əlavə edirəm.
Onu da qeyd edeyim ki, şirniyyat üçün istifadə elədiyim formanın ölçüsü 24 santimetrdir. Şokoladlı sousu da kremin üstündən yayıb üstün hamarlayıram. Sonda öz zövqünüzə görə üstün biskvitlə, şokoladdan bəzəyə bilərsiniz. Mən orta hissəsinə doğranmış şokolad əlavə edirəm. Belə hazırlayandan sonra bir 20-30 dəqiqə soyuducuda gözlədirəm. Tam soyuyur, bərkiyir. Onda çox ləzzətli olur. Hazır olandan sonra artıq dadına baxmaq olar. Spoonful desertim artıq hazırdır. Elə formadan qaşıqla yeyildiyi üçün buna qaşıq şirniyyatı da deyirlər. Çox gözəl desert alınıb. Pişmiş kremi də qalıb, qatılaşıb, bərkiyib. Çox gözəl desert alınıb. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.